Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Martın 3-də axşam saatlarında paytaxtın Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib. Xəbər verilir ki, Ramana qəsəbəsində 1980-ci il təvəllüdlü kişi cinsi şəxsin üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyidi aşkarlanıb. Polisin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Hüseyn Həsənov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Bakıda evdən meyit tapılıb. Xəbər verilir ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 50 yaşlı xanım cinsli şəxsin meyidi yaşadığı evdə aşkarlanıb. Meyidin üzərində zorakılıq əlamətləri olmayıb. Onun hansı səbəbdən ölməsi bilinmir. Araşdırma aparılır.